Bəli, suverenliyimizin tamamlandığı Xankəndi şəhərinə, daha sonra isə zəfər paytaxtımız Şuşadan canlı bağlantımız. İndi isə bu canlı bağlantını hər birimizin qəlbimizdə bir zamanlar niskil olan Xocalıdan yaradırıq. Ulu öndərimiz Xocalı ilə bağlı danışarkən deyirdi ki, Xocalı qətliamı əslində ermənilərin torpaqlarımızı işğal etməsi, qəsb etməsi ilə yanaşı, həm də xalqımıza qarşı törətdiyi soyqırımın, bu vəhşi cinayətin mövcudluğundan xəbər verir və həmin dəhşətli gün xalqımıza qarşı törədilən bu cinayət sanki Azərbaycan xalqının qəlbinə sancılmış bir süngüdür və bu süngünün yaratdığı yara sızlayır və qapanmayıb. Bugün isə həmin yara qapanıb, artıq Xocalımız inkişaf, intibah dövrünü yaşayır. Bugün Xocalımız da azaddır və Müzəffər Ali Baş Komandanımız elə Ulu Öndərimizin siyasi kursunun davamçısı İlham Əliyevin yaratdığı ordunun cəmi həyata keçirdiyi 23 saat sürən lokal antiterror tədbirləri ilə Xocalımız da öz azadlığına qovuşdu və qısa zaman kəsiyində görkəmini dəyişdi, inkişaf dövrünü yaşayır. Artıq Xocalımız göz oxşayan bir şəhərə çevrilib. Bugün əslində Xocalının gözəlləşməsi, azadlığına qovuşması və bu inkişaf dövrünü yaşaması Ulu Öndərimizin xəyallarının gerçəkləşməsidir. Bir zamanlar arzuladığı Azad Qarabağ, Azad Şərqi Zəngəzur terminləri bugün artıq reallığa çevrilib. Xocalı qədər bugün bütün torpaqlarımız azaddır və Xocalıda qətl edilən o günahsız insanların ruhları da şaddır ki, bu torpaqlarda artıq düşmən gəzmir, bu torpaqların əzəli sakinləri artıq öz doğma yurtlarında, yuvalarındadılar və elə həmin şəhid ruhları qədər Ulu Öndərimizin də ruhu şaddır ki, onun görə bilmədiyi və arzuladığı xəyallar artıq gerçəyə çevrilib. Mənim isə Xocalıdan çatdırmaq istədiklərim bunlardır. Sözü yenidən sizə veririk.